Biraz sual var. Ne var ne yok. Necə gedir iş güç? Məndən soruşmayın, məndə pox kimi gedir iş güç. Yəni, prosta səncə nəfəs alıb verirəm, yaşayıram. Yəni, prosta yaşayıram, amma nəfəs alıb verib yaşayıram da deyəm. Yəni, bilmirəm, çox çətindir, yenə çətinliyin içindəyik. Bəlkə bunun daha pis günlər bizi gözləyir. Pessimist danışıram deməyim, çünki həqiqətən nə deyirəmsə olur. Yəni, belə də vəziyyət biraz ağırdır. Biraz vəziyyət ağırdır. Biraz yox, məncə ağırdır. Düzü biraz deyirəm ki, Allaha da xoş getsin, lap pis günlər gətirməsin qarşımıza. Bugünün mövzusu xoşbəxtlik nədir sualdır. Xoşbəxtlik nədir? Uşaqlıqdan bəri bizə sırıyırlar. Nə bilim, məktəbi yaxşı oxu, məktəbi qutar. Hətta bağçaya mən getməmişəm. Tutamı seçimdə bağçada. Mən bağçada belə üzr tərbiyəli apar, ağıllı apar. Sonra məktəb başladı. Məktəb olanda da yaxşı oxu qiymətləri yaxşı elə. Sonra universitet imtahanı, stres, stres sıxılırsan. Mən özümü tərifləmək kimi olmaz, əslində onsuz yeni həyatım da o deyil. Yəni özümü tərifləyim, hansı günümə tərifləyirəm. Prosta ki, məsəl üçün, mən universitet imtahanında yaxşı bal yığmışdım, 650-dən yuxarı yığmışdım. Bizə prosta xəyal satdılar, bizə prosta arzu satdılar ki, hə, sən bu qədər bal yığdın, sənin yerin hazırdır. Elə bir sənə gün prezident olacaq, siz xəstəsiniz, o qədər bal yığmaqla heç nə olmur. O qədər bal yığdım, girdim universitetə, belə güclü universitet, belə güclü qrup, oxuyuruq, qiymətlər ortalama yüksək qalxır universitetə. Sən magistra girirsən, magistrda oxu, yaxşı olacaq, yaxşı olacaq. Mən nə var xoş gün görəcəm. Belə bir nöqtədə qoyub, çox haqsız danışmayım. Düzdür. O günlərdə oxuyanda belə yaxşı keçən günlərim keçib söz yox. Prosta mən sən çoxda xoşbəxtliyə görə çalışırdım. Nəsə bir dənə o xoşbəxtlik hədəf var, daxili hədəf xoşbəxtliyə çatmaq. O xoşbəxtliyi hələ mən görməmişəm. Yəni çox yaşamamışam. Yəni o da düzdür. Hələ ki mən nəyim ki yaşamadım, mənim 22 yaşım var. Mən nə yaşamışam, nə görmüşəm. Amma ki ən azından yəni o qədər bizə yalan satmazlar. Deyirlər ki, bax sənin həyatın 40 il sonra sənədir. Yəni sən məktəb qurtaranda deyil, instituta girəndə deyil, universitet qurtaranda deyil, magistr girəndə qurtaranda deyil. Yəni sən hələ sonradan sən dilinə heç orada da deyil. Çox gün orada da olmayacaq. Çünki belə başımızı səviyyə aldılar. Bəs xoşbəxtlik nədir? Biz nə üçün çabalıyıq? Biz nə üçün özümüzü sıxırıq? Biz xoşbəxt, amma həyat dünyaya xoşbəxt olmaq üçün gəlir də. Kim deyən şey üçün gəlir? Mən xoşbəxt olmaq istəyirəm, prostakı şeydir, yaşayım getsin. Heç kim, yəni bitkiyik biz. Biz xoşbəxt olmalıyıq da. Amma ola bilmirik. Ola bilmirik. Nə qədər, yəni heç o pik xoşbəxtliyə çata bilmirik. Sonra da bizə başqa yalan satmağa başladılar. Prosesdən həzz ol. Proses boyda xoşbəxt ol. Yəni prosesin sonundakı xoşbəxtliyə yox, prosesin xoşbəxtliyinə həzz ol. Nə babat proseslər gedir, nə bomba proseslər var. Güclü xoşbəxt olacaq o proseslərdən. Hə, götümüzdən qan alırlar. Hara xoşbəxt olur, götümüzdən qan alırlar. Ona görə də çay içməyə boğazım gözlədim. Mən də çayını soxum. Elə bizim Azərbaycan çayımız. Məsələn, deyirəm, kiçik şeylərdən xoşbəxt ol. Belə olsan ol, sən Allah. Uşaq başı aldatmayın. Deyin ki, həyatda həmişə zülm çəkəcəyəm. Budur da budur. Bunu qəbul edib onunla yaşamağa başlasaydım, Allah mən bu gedib pis gündə olmazdı. Daha dözümlü olardım, daha rahat olardım. Amma indi düşdüyümüz günlərə bax da. Yəni tək mən belə deyirəm, mən görürəm ki, əhalinin də böyük bir hissəsi belədir. Bizi niyə belə iflici qoydular? Bunlar da bir sual. Bizi niyə bu qədər iflici qoydular? Kimə yaradı bu iflici qoydular? Bu da daha da önemli bir sual. Yəni kimə xeyirdir, kimə yarayır bu sistem, bu biraz çox şey gedirik axırda. Həm dünyanı kimlər idarə edir? Ya sözüm ona deyil. Yəni idarə edir, kimə idarə etsin, nə qozmalı deyil, nə onsuz mən idarə eləməyəcəm. 40 gündə mən də idarə edəcəm. Prosta ki, olmur da, olmur. Nə bilim, xoşbəxtlik nədir bilmirəm. O demək deyil, həmişə bədbəxtliklə demişəm, söz yox. Yəni özümü xoşbəxt hiss etdiyim vaxtlar olub. Mən çox o vəd olunan, bizə deyilən xoşbəxtlik budur, buna çatmaq lazımdır nöqtəsinə heç vaxt. Hələ ki gəlməmişəm, bəlkə bir gün gələrəm həyatımda. O Maslow'un piramidası var, bəlkə bilməm bilirsiniz yoxsa. Maslow'un piramidasında ən yuxarıdakı şeydir, self-realization, kim var yoxdur, self-realization. Yəni özünü reallaşdırmaq, öz içindəki sən reallaşdırmaq. Peki o nöqtəyə gələndə xoşbəxt olursanmış, cəmaət özünü necə reallaşdırsın?
Ne bileyim, acaba necə reallaşdırır? Taksi şoförü necə reallaşdırsın? Bu adam taksi şoförü olmaq üçün doğulmamış. Yəni, bu adam necə reallaşdırsın? Necə öz istədiyi içindəki adamı çıxarsın? Olmur, da olmur, yalan danışmır. Hamısını kapitalizm qabağını alırdı. Demirəm, yəni kapitalizm pisdir. Ağda onu başqa sistem yoxdur təəssüf. Yəni, normal praktikada yaxşı işləyə bilər. Mən bilmirəm, bəlkə də var. Amma indi budur. Bu dövrdə budur. Heç kim yəni 200-400 il həyat yaşamayacaq ki, sistemlərin dəyişməyini görsün. Yəni, kommunizm belə neçə yüz ilə gəldi. Ya biz əslində ki, sistemi dəyişdim, bəlkə orada özümü reallaşdırıram. Xəstəsiz. Yəni bu, bilmirəm, ona görə həmişə heç zaman optimal xoşbəxtliyə çatmayacaq, onu bilirəm. Çünki həmişə özümüzü reallaşdıra bilməyəcəyik. O nöqtəyə gələ bilməyəcəyik. O nöqtəyə gələnlər də ki, var, osturağa basmayıb gələnlər var. Prosta ki, çətindir də. Ya çoxu belə deyim, ya şanslı, ya da ailədən gələn şeylərdir. Əgər maddi cəhətdən danışırıqsa. Qalanları isə ona söz yox, onlara halaldır. Amma hamı da onlar qədər güclü olamaz da həyatda. Hamı da onlar kimi eyni şeyləri yaşamır, eyni şanslar aradan çıxmır. Biz necə hamıya xoşbəxt olmaq vəd edilib, amma cəmi bir ikisindən. Bəli, sıçan testi zatdı, kim utdu, kim udmadan, kim dalınmadan, qabana, kim dalınmadan axı. Həyat budur. Həyatın keçən bir dediyim kimi mənasız olduğu kimi xoşbəxtlik də əslində qalsa bu qədər mənalı bir şeydir. Çünki xoşbəxtlik deyə bir şey, əgər əhalinin bir 90% üçün dünya əhalisi deyirəm, məsələn, 90% götürmə haqqı. 90% üçün, yəni 100% belə deyim də, əhalinin yarısından çoxu xoşbəxt deyil. Ən azı. Bunu deyək. Və əhalinin yarısından çoxu üçün real olmayan bir şeyə biz məna verə bilmərik. Bu da belə ümumi bir teoriyadır. Və onda deməli, xoşbəxtlik də mənasız bir şeydir. Əslində qalsa, elə bir şey yoxdur. Çünki əhalinin çoxuna görə yoxdur. Ona görə yəni, pis məsləhət də vermək istəmərəm. Prosta bu həyatı çox da sevməyin. Çünki çox seviləsi həyatda deyil. Gözünüzü başınıza sıxın. Bu qədər.